Aleyküm, xoş gördük dəyərli izləyicilər. Bu günləri sizə bizdə olan uşaq diş macunları haqqında həm məlumat vermək istəyirəm, həm də kiçik bir araşdırmanı qeyd etmək istərdim. Onu qeyd edeyim ki, uşaq diş macunları xüsusilə seçilməlidir. Ona görə ki, uşaq diş macunları uşaqlar adətən diş macununu utduqları üçün dişləri fırçalayarkən. Ona görə mütəxəssislər diş macunu seçərkən fluorur, SLS, paraben və s. digər zərərli qatqılar ehtiva etməyən diş macunları seçməyi qeyd edib. Və burada sizə göstərdiyim diş macunları Agartha, gördüyünüz kimi Naturaliv və Feradizin uşaq diş macunlarıdır. Və onu da qeyd edim ki, bizim heç bir diş macununun tərkibində uşaqlara zərər edəcək hər hansı bir kimyəvi qatqı yoxdur. Və hətta arxasını göstərim sizə, özünüz də araşdırıb baxa bilərsiniz. Ona görə də rahatlıqla bizim məhsulları əldə edərək övladlarınızı və ailənizi qoruya bilərsiniz.